İnşallah hal-hazırda çox xoşbəxtəm. Niyə? Çünki evdə heç kim yoxdur və mən yalnızam. Təsəvvür edirsiniz, bilmirəm sizdə necədir, amma mənim başım səs-küy götürmür, years old. Başım səs-küy götürmür, years old. Həqiqətən, bilmirəm niyə, amma bu necə düzəldim, bilmirəm. Bilirsiniz necə? Başım səs-küy həqiqətən də götürmür. Bizim düzü evimiz səs-küylü bir ev deyil. Amma yəni, ya bilmirəm əsəblərim mi pozulub, ya nə? Hər xırda şeyə əsəbləşirəm. Ona görə istəyirəm ki, gəlim evimə, öz işlərim, yəni bilim hansı şey hardadır, nə hardadır, özüm bilim. Nə bilim, belə video çəkim falan. Özüm evimi dizayn edeyim, estetik qəşəng olsun da, yəni çox estetik videolar çıxarım. Nə bilim, çox istəyirəm. Bəlkə də ən böyük arzum ola bilər. Birinci məncə dünyanı gəzmək, ikinci də tək evimin olmasıdır bəlkə də. Yəni həmişə bunu arzulamışam. Heç vaxt da bunun əksini düşünməmişəm ki, yəni tək olmayım, yəni tək yaşamaq. Yəni bu arzum tezliklə reallaşacaq, ümid edirəm. Kofedəndəmi, ya nədəndir bilmirəm. Niyə bununla belə adı tam kofe. Bilmirəm. Bəlkə də çox pes vaxt döşmüşəm bundandır. Ay, çox xoşbəxtəm. Evdə təkəm. I'm so happy. I'm so sad. Deməli uşaqlar, mən bir podkasta qatılacaqdım. Son bir ay bundan əvvəl təxmini podkasta qatılacaqdım iyulun 1-də. Sonra ona gedə bilmədim. Nəsə problem yarandı, gedə bilmədim o podkasta. Sonra dostlarımla dənizə gedəcəkdik. Və həmin günə denk gəldi ki, mən onu təxirə saldığım günə denk gəldi. Və biz səhər tezdən getdiyimiz üçün mən də onu səhərə salmışdım. Alınmadı yenə. Mən o podkasta gedə bilmədim. Çox içimdə qaldı həqiqətən. Yəni gedib o podkasta danışacaqdım. Düzdür, inanmırdım ki, yəni bilsiz necə o şey deyil, yəni bilmirdim onu həqiqətən paylaşacaqlardı-mı, yoxsa prosta adam yığmasın orada çağırırdılar da. Çağırmırdılar, düzdür, mən özüm qeydiyyatdan keçib gedəcəkdim ora. Yəni mən bilmirəm içində o həqiqətən paylaşacaqdılar yoxsa yox. Bəlkə də heç paylaşmayacaqdılar, ona görə qismət olmadı getməyi. Yəni amma çox istəyirəm getməyi. Bir şey var ki, bilirəm ki, gedib orada bütün universiteti pisləyəcəkdim. Bəlkə də yaxşı ki, ona görə olmadı. Sonra mən universitetdən atılırmış. Yəni, bəlkə də ona görə. Çünki mən heç fake ola bilmirəm. Və mən hər şeyi pisləməyi çox sevirəm. Bilmirəm niyə. Yəni, hər şeyi pisləyirəm. Elə bir ki, hər şeyə qarşı nifrətim var. Yəni mənimlə əlaqəsi olmayan bir şeyi belə pisləyirəm. Yəni, mənimlə əlaqəsi yoxdur, yəni, amma sənə nə zərər var? Yəni, sənlə nə əlaqəsi var? Yəni, don't give a fuck elə getsin də, yəni. Amma psixologiya dərsində bunu öyrəndim ki, kim nəyə qıcıq olursa, nəyə əsəb olursa, deməli, həmin o şey insanın özündə də var. Ona görə o pis olur. Yəni, ona görə əsəbləşir və qıcıq olur. Yəni, məsələn, elə şeylər var ki, məsələn, bir insan hansısa hərəkəti sənə qıcıq verir. Niyə? Çünki o insanın elədiyi şey sənin eləyə bilmədiyin hərəkətdir ki, o sənə qıcıq verir. Yəni, o rahatlıqla eləyə bilir, amma sən eləyə bilmirsən deyə o sənə qıcıq verməyə başlayır. Buna bəzi qismlərdə qatılıram. Yəni, bəzi hərəkətlərdə buna qatılıram. Yəni, hər şeyi buna aid eləmək olmaz məncə. Həqiqətən mənim o qədər çaba ilə çalışdığım şeyi insanların heç bir çaba əldə eləmədən onlara nail olması həqiqətən məndə qızıq yaradır və mən bundan çox əsəbləşirəm. Və məncə əsəbləşməyim də normaldır və pis olmağım da məncə normaldır. Və mən hər şeyə çox pis oluram. Təsəvvür edirsiniz, mən məsələn xoşbəxt anımda belə içimdə pis bir his var. Yəni pis bir his var və o keçmir. Yəni mən onsuz elə bir yaşaya bilmirəm də. O pis his olmadan mən yaşaya bilmirəm. Elə bir ki o getmir də, yəni ordadır. Və
bir şey deyim ki, yəni mən elə bir ki, onunla onsuz yaşaya bilmərəm. O pis his olmadan mən yaşaya bilmərəm elə bir. Və son dövrlərdə dəhşət çox ağlayıram. Hər şeyə ağlayıram. Və yəni durduğu yerə heç bir şey yoxdur ha. Heç bir şey yoxdur. Oturub ağlayıram. Yəni pis olmağa bir səbəb tapıram və ağlayıram. Niyə? Bunları oturub özüm də fikirləşirəm. Yəni bir insan niyə ağlamağı bu qədər sevər? Bilmirəm, ağlayanda özümü safe hiss edirəm. Elə bir ki, komfort zonumdur. Yəni mən başa düşdünüz. Bu mənim bir dənə dairəm var və mən orada qapanıram ora, pis şeyləri başlayıram fikirləşirəm, ağlayıram, elə rahatlayıram. Və elə bilirəm ki, mən okeyəm də, artıq əlayam. Ağladım və əlayam. Amma problem odur ki, bilirsiniz necədir? Yəni mən fikirləşirəm ki, insan var oluşu, mən həmişə xoşbəxt ola bilmərəm ki. Ağlamaq da lazımdır da. Allah uzaq eləsin. Yəni elə demək istəmirəm ki, həmişə ağlamaq falan. Yəni insan həm gülməlidir, həm ağlamalıdır. Bəzən elə vaxtlarım olur ki, heç ağlamırdım yəni. Amma bir gün oturub fikirləşirdim ki, mən robotam və başlayırdım ağlayırdım. Və bir səbəb tapıb ağlayırdım ki, yəni həm ağlayım ki, insan olduğumu xatırlayım. Necə belə bir şeylər yaşayırdım yəni. Yəni insan həm acı çəkər, həm ağlayar, həm gülər. İnsanı insan eləyən şeylər bunlardır da, düz deyil. Yəni mən həqiqətən məsələn haramsa əzilir, canlı hiss edirəm. Yəni mən varam bu həyatda. Necə bu hisslər gəlir mənə? Və mən bir dəfə psixologiya dərsində müəllim belə bir şey soruşmuşdu ki, uşaqlar kim dişinin ağrısı keçəndən sonra həmin ağrının yerindən arzulayıb. Və mən istəmsizcə əlimi qaldırdım. Və həqiqətən şoka düşmüşdüm ki, müəllim bunu necə bildi də, yəni hardan bildi ki, heç vaxt düşünməzdim ki, yəni kimsə bunu bilə də, yəni bu hissi başqa biri də keçiribdi. Müəllim belə dedi, dedim mən. Müəllim dedi ki, hə, bunun psixologiyada adı var. Yəni bu tip mazoxist tipidir, yəni o mənəm dostlar. Hər şeyi belə biraz qəribə səslənir, amma yəni bu reallıq məndə belədir yəni. Bu deyəsən podkasta çevrildi, yoxsa nə? Son vaxtlar I'm not feeling okay, yəni yaxşı deyiləm son vaxtlar. İnşallah amma yaxşı olacaq. Bilmirəm yəni. Bilirsiniz, eləmək istədiyim çox şey var yəni. Eləmək istədiyim dəhşət çox şey var. Amma heç birini eləyə bilməmişəm, amma eləyəcəm inşallah. Baxın, kamera qoymuşam qabağıma danışıram. Ya bu mənə xoşuma gəlir də, yəni sevdiyim bir işdir. Yəni sanki məsələn qabağımda insan varmış kimi gəlir və elə bir onunla söhbət edirəm. Yəni o tip bir şeydir. Örnek aldığım bir çox YouTuberlar var. Məsələn, Madeline Argy. O qızın həyatı mənə çox maraqlı gəlir. Halbuki o tək şeyləri paylaşır da, yəni tək vlogları paylaşır, tək gedir hər yerə. Bilmirəm, o mənə çox maraqlı gəldi. Yəni elə bir ki, ideal həyat odur mənim üçün. Elə bir ki, odur yəni həqiqətən. Yəni qızın maşını var, evi var. Yəni lüks həyatı var da və təkdir. Hamısını bəlkə ya da ailə şortuna eləyib, bilmirəm. Yəni amma təkdir də. Təsəvvür edin, maşının var, evin var. Başqa nə istəyirsən ki? Biraz naşükür mü? Yox dostlarım, həqiqətən yox. Belə demək istəmirdim. Min şükür edirəm. Həqiqətən bugün min şükür, yeməyim var, suyum var. Sağlamlığım yerindədir, çox şükür. Yəni naşükür eləmək olmaz. Amma yox, naşükür eləmək olmaz bəli. Mən onsuz da hər gün şükür eləyirəm. Sağlam olduğum üçün şükür eləyirəm, ailəm üçün şükür eləyirəm, hər şey üçün. Və bəzən bunlara rəğmən hər kəsin arzuları var təbii ki. Şükür eləmək lazımdır, amma arzulamaq da lazımdır məncə. Yəni kursa keçirəm. İnana bilmirəm, artıq 3-cü kursam yəni. That's like
İnana bilmirəm yəni 3-cü kurs olduğuma. Bir dəqiqə fikirləşim. 2 gün bundan əvvəl təzə qəbul olmuşdum üniversitədə. Bu nətər oldu ki, mən 3-cü kurs oldum. Vaxt həqiqətən çox tez keçir. Və elə bilirəm ki, qaçırıram nəyisə. Yəni artıq nəyisə addım atıb bir şeylər eləməliyəm. Pul yığmalıyam, gələcəyimi yatırım eləməliyəm. Amma yatırım eləməliyəm, nə ilə yatırım eləməliyəm? Çox az bir düşük bütçeli bir işdə çalışıyorum. Və orada sadəcə könüllü olaraq işləyirəm. Pul verirlər, sadəcə könüllü olaraq işləyirəm və mənə sertifikat veriləcək sonda. Mən hal-hazırda özüm məhkəmədə işləyirəm. Sənədləri sistemə vururam. Belə cool səslənir, amma maaşı azdır biraz. Amma yox, şükür eləyək, buna da şükür eləyək. Çünki oradakı maaşlar azdır biraz. Yəni, nəsə belə. Amma bir şey yaxşıdır ki, onu sən öz CV-ndə ya da LinkedIn-də falan sertifikatı orada yerləşdirəndə məndə çox cool olacaq. Çünki sonra falan yerdə deyirsən, amma mən məhkəmədə işləmişəm. Məncə çox cool deyil sizə də yəni. Mən buradan basıb sabunçuya gedirəm yəni. Amma yəni dəyər də buna məncə. Sonra bir gün deyirsən ki, mən məhkəmədə işləmişəm. Məncə çox cooldur yəni. Çox cool səslənir. Biri var deyirsiz ki, məsələn, Burger King-də, mən özüm Burger King-də işləmişəm Dəniz Mallda. Biri var deyirsiz ki, Dəniz Mallda işləyirəm şeydə, Burger King-də. Adam gəlir. Bir də var deyirsiz ki, mən məhkəmədə işləyirəm. That's so cool. Dostlar, videomuzu burada sonlandırırıq. İzlediğiniz için teşekkürler. Öpüyorum sizi. Öpüyorum sizi arkadaşlar. Görüşene dek.